Axar su. Axar su yerdən qaynayan və axan sudur. Məsələn, bulaq və kəhriz suyu. Axar su hətta kürdən az olsa belə, əgər nəcasət ona dəysə, nəcasət səbəblə iyi, rəngi və ya dadı dəyişmədiyi müddətdə pakdır. Əgər nəcasət axar suya düşərsə, nəcasətə görə iyi, rəngi və ya dadı dəyişən hissə nəcisdir. Bulağa birləşən tərəf isə hətta kürdən az olsa belə pakdır. Nəhrin digər hissəsindəki su kür miqdarında olarsa və ya dəyişməmiş su vasitəsilə bulağa birləşən tərəfdəki suya bağlı olarsa, pakdır. Əks halda nəcisdir. Axmayan, lakin elə bir bulaq suyu ki, ondan su götürüldükdə yenidən qaynayıb çıxırsa, axar su hökmündədir. Yəni nəcasət ona dəysə, nəcasət səbəblə iyi, rəngi və ya dadı dəyişmədiyi müddətdə pakdır. Nəhrin kənarında dayanmış, lakin axar suya birləşən su da axar su hökmündədir. Hamamın kran və duşlarından axan su, əgər kür miqdarında suya bağlıdırsa, axar su hökmündədir. Binaların su borularından gələn su, əgər kür miqdarında suya bağlıdırsa, kür suyu hökmündədir.